Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve huve hayrun nasirin ve mu'in. Kâle Mevlana Emirel Mu'minin Ali ibn Abi Talib: "Ed-dünya darun keteballahu lehel fena ve le ehliha minhel celah fe ekserhum yenva bekaiha." Hazreti Emir buyurur ki, dünya bir tane evdi, dağılmalı bir evdi. Yani hiç kes bu dünyada kalmayacak, bu dünya dağılacak. Allah-u Teala cay Kur'an'da bir kıyamet günü bu yer kullun şiklin elden verecek, göv heybetin, heyetin elden verecek. Yevme netfes sema keteyyesici, nece gövü Allah-u Teala tumar kimin buyurur, bükecek birbirine. Sonra buyurur yer değecek birbirine. Yevme yekunun nas kel ferâşil mebsus ve tekunul cibal kel ihnil menfuş. Buyurur ed-dünya darun, bu dünya bir tane evdi. Keteballahu lehel fena, Allah yazıptı, mührü fena vurup bu dünyanın üstüne. Yani bir gün bu aradan gidecek. Ve le ehliha minhel cela, bu ehli de köçüp gidecek burada. Ne hiçbirimiz kalmayacak. Bizden kabakçılar gidip biz gideceğiz, bizden sonrakiler da gidecek. Bu dünyanın ehli de köçüp gitmelidir. فَاَكْسَرُهُمْ يَنْوَا بَقَاهَا. Ama deyir, milletin çoğu deyir ve bu dünyanı kesip kalacak. Bu dünya mandıgardı, hiç kese mandıgardı. Hani bizden qabaqçı insanlar, ümera, bu vəzirlər, xanlar. Buyurur, bu riddələr deyir ve bu dünyada kalacak. Ama dünya ilə bərxurdumuz nəcür ola? Nəcür biz bu dünya ilə bərxurd eləyək ki, qiyamət günü şərməndə olmayaq? Nəcür bu dünya ilə biz bərxurd eləyək, qiyamətdə bizi ləng eləməyək? Buyurur Emirel Mu'minin buyurur ki, bu dünya ilə bərxurdumuz bu cür olsun. Haleti köşmək bu dünyadan tabi özüvə. Bil bu dünyadan bir gün gedəcəksən. Bir adam ki köçəcəkdi, alan biz 2 saat bu İmamzadan qonağıyıq. Daha durub burada təşkilata aşmarıq deyir, ya 2 saatdan sonra çıxırıq gedək. Buyurur, bu fikrinə ol İmamzada deyib, burada kullən köçüb gedəcəksən. Fərtəhilu minha. Bu dünyadan rəhlü bağlayıb, köçü bağlayıb təşvə aparmalısan. Bəs bu dünyanı köşməyi özüvə hətm elədin, mən bir gün köçəcəyəm. O adam için özünə vanumud elədi, qəbul eləyə bildi ki, bu dünyanın qonağıdır. Bir şəzəndazə bu dünyada bərnamə töhməz. Tökər ahirətinə. Buyurur, aza qanı ol. Aza qanı ol, çox qüssəymə bu dünyada. Və la tətlubu minha əksərə min qəlil. Səhmindən izafi istəmə, aza qanı ol, Allah verənə qanı ol, Allah verəni şükrün yerinə gətir. Allahın əlində də lan mənə birdən 5 milyar səhər pul getirir, Allahın əlində də. Amma ya məndə o ciyər var, onun 1 milyardını aparam verəm xumsa, səhmi imama, səhmi sadə verəmmərəm, hər nəyə qataram, qarışdırıram bir-birinə. Pəs buyurur, bu dünyada aza qanı ol. Qanı ol Allahın verdiklərini, Allah nə mənə verib, o şükrün yerinə getcə. Və la tətlubu minha əksərə min qəlil. Buyurub, iştər əz əndazın Allah'tan istəmə, elə aza qanı ol. Biş əz əndazə də istəmə və la təsəlu minha fوقəl kifaf. Neyinizən? Vaxt sən xəşləməyəcəksən, minməyəcəksən, gəzməyəcəksən, dolanmayacaqsan. Ey, alır, yığır, alır, yığır, alır, yığır. Bir gün görsən, alanda da yığışdıranmadı. Özü də getdi, sirvətdə düşdü vərəsənin əlinə. Vərəsə də qurban bacımı böldülər. Bir yollarım hərəbi tikəsin götdü özünə. Bunun da bir yollarım avara gör qoydular. Və la təsəlu minha fوقəl kifaf. Buyurur, bişəz əndazə, Allah'tan bu dünyanı istəmə. Bişəz əndazə, bir əndaz istə ki, vaqən məsrəfin vardı. Vəsrəfin vardı. Qabaq görərdin, tərəf gələrdi, məsələn, yer alma su varırdı kətdə. Su suvarırdı, yer almalan kərdilərinə su gələcək. Deyirdilər ha, məsələn bu ikinci su sən bəsindi. Deyirdi, yo, sən nə, şu vaqa aş qoy gəlsin. Açırdılar, gəlirdi, bütövvər canları yığırdı, götürürdü, aparırdı. Görürdün, hər nəyi qatdı, qarışdırdı, dərə təpə düzətdi. Olub qalanımızı əlimizdən aldı. Deyir, bəli, izafə istəmək, izafə müdiriyyət istər. Sən ki, müdiriyyətin yoxdur, sən ki, başarmısan, elə qaza qanı ol. Və illa gələr vurar zində canlığı dağıdar. Çoxları var idiler, bəli, ondakı fəqir idilər, gəlirdilər, huzur tapırdılar.
Heyətdə Hüseyniyədə atsa keyfləri sazaldı, özləndi kontroldan çıxdılar. Elə olub şeytan bulan kontrolü əli bəlinə. Hara eşki çəkir kilaş tormuzun döndərir o yana. Allah'ım Teala Kur'an'da 7 yerde buyurup ki ya Resulallah kaş oleydun bir ittəni göreydun mən nə hala salıram. Kaş oleydun göreydun məni Allah bir ittəylə nə cür bərxurd eləyirəm. Baxma filan ağa şəlvarəkinə gedir mənbərə deyir ağa xuda məgə daişi biyad mərdumu səlla. Bəli ağa Allah daişdən də pis elər adamı. Allah'ım tal gör qovmu Lutu neynədi? Daş yağdırdı onların başına. Gör qovmu Səmudu neynədi? Gör qovmu Həzrət Salihi neynədi? Gör nə o öncətdi onların başına. Buyurdu sözümə baxmasınız bu vəzəsi Allah'ım ha. Mənə Allah'ın heç kəsinə şuxluğu yoxdur. İkinci Allah'ım tal elə andılar içib adamı tühləri biz durur. Buyurur and ol izzəti cəlalimə dediklərimə can verəcəyəm. Mənim vədələm həqdir. Məgər mən ötürəcəyəm bəşər öz başına. Məgər bəşəri mən bərnaməsiz bu dünyaya gətirmişəm. Bəşərə 124 min peyğəmbər yollamışam. Bəşərə kitab yollamışam. Bəşərə bu əndazə bərnamə dönmüşəm. Gələ neyini xiyavanda ələnən oruç yiyə. Gələ Allah'a ağzı nəyə? Ma qərrəkə bi Rabbikəl kərim. Allah'ın oğucunda Allah'a lotuluq eləmə. Ma qərrəkə bi Rabbikəl kərim. Allah'ım tal buyur ya Resulallah. Kaş olasan görəsən bunlarla mən neynirəm. Qiyamətdə görəsən bunların başına nə oyunlar gətirəcəyəm. O ləhzə görəsən bunlarla neynirəm. Onlardan bir Sure-i Səba ayə 23. Vəlo tərə. Kaş oleydun ya Resulallah. İziz zalimune mevqufune inde Rabbihim. Zalimləri ki getdim saxladım öz qabağımda. Başların salıblar aşağı bir-biri ilə çırpışırlar. Görməlidir. Müstəkbir ilə müstəzəf görməlidir. Mahvarəni düzəldənlə məsrəf eləyən çırpışır. Nuzulu verənlə alan çırpışır. Qiyamətdir. Bəzəhli düzəhli eşiyə çıxanla ona baxanla çırpışır. Allah'ım talburi ya Resulallah və lo tərə izid zalimune mevqufune ində Rabbihim. Ey kaş olub görəsən, zalimləri gətirib saxlayacaqlar mənim qabağımda. Yerci'u bəzuhum ilə bəz. Bir-birinə atılacaqlar bir-birinin başına. Yəqul əllezine ustuz'ifu lillezine istekber. Onlar ki zəif idilər, məsrəf kunəndə idilər, günahı azad görmüşdülər, oyun çıxadırdılar. Dövlət işi yox idi oruç yiyənlə, oruç yiyən də dövrü götürmüşdü, xiyavanda orucun yerdi. Buyurur müstəzəf, müstəkbirin tutacaq yaxasından. Ha, bizim qanunumuzu icra eləməyənlər də müstəkbirdir da. O qanun ki qalib ayaq altında, müstəkbir əli ilə qalib qanun ayaq altında. Vəlla məmləkətdə qanun olar, hətta bir dənə məriz, hətta musafirin haqqı yoxdur xiyavanda oruç yiyə. Çevirəsək ki, məsələn, mələk ammıda çilov kababı açıq ola, sandviç açıq ola, əlində yarı siqar damağında bir yollarım gəzir o yan bir yana. Burada 2 nəfər müqəssirdir, bir dövlət, bir millət, bir müstəkbir, bir müstəzəf. Bir olar ki kanunu sındırdılar, bir olar ki kanuna əhəmiyyət vermədilər. Deyir, bunlar orada çırpışmaları görməlidir ya Resulallah. Gəlib o filmə baxasan, görəsən nə bir-birinin başın yolurlar orada. Buyurur, yəqulullezine ustez'ifu lillezine istekberu. Onlar ki məsrəf kunəndə idilər, xiyavanda oruç yeyirdilər. Onlar ki hanımlarıyla işleri olmadı, xiyavanda getdilər, mitinci verdiler. Allah veren cemalı koydular numayişa, bunlar qışqırışırlar bir yol. Qiyamət qopubdi, vırsındırdı qiyamətdə. Ya Resulallah, kaş oleydun, göreydun nə tamaşalı mükalimədir, nə tamaşalı teatrıdır, nə vırsındırdı Allah məhzərində. Və lovla entum lekunna mu'minin. Müstəzəflər, müstəkbirlərə deyəcək, levi yıxılanlar, siz olmasaydınız biz bu hala qalmazdıq. Sən o filmi toğlid eləməsəydin, mən baxıb öyüm yıxılmazdı. Sən nuzulu verməsəydin, mən almazdım. İkisi də bir-birinin atılacaqla başlarına. Ya Resulallah, bətər görməlidir. Buyurur ikinci yer ki, görməlidir ya Resulallah, kaş oleydin, göreydin. Və lo tərə idvuqifu ələ Rabbihim. Cinə də Allah məhzərində zalimi gətirib saxlayacaqlar. Allah'ım tal buyuracaq, qalə əleysə haza bil haqq. Allah'ım tal buyuracaq, indi gördün da səni qəbirdən çıxartdım. Gördün, düzüdü. Gördün, sənə deyirdim zülm eləmə. İndi gördün mənim məhzərimdə utanısan.
Buyurur, qalə əleysə haza bil haqq, gördün haqqı, gördün diritdim səni, gətdim ərəsatı məhşərə, gördün Allah verən neymətləri mərdümə ərzə verirdin, Allah çıxartdı, gətdi, burada indi mühakimiyə səni. Buyurur, qalə əleysə haza bil haqq, qalu bəla. Deyəcəklə, bəli, Xudaya gördük, hamısı düzdür. İttifaqən o filmi Zindeci Pəsəz Zindecidə bir dənə döhdürü gətirmişdi. Döhdür deyirdi, mənim heç də etiqadım yoxdur, heç də, hər kəs sorsaydı, deyədim, baba, nə aləmi bərzəxi, nə qəbri, nə qiyaməti. Amma Allah məni döhdürü bir hala saldı, aləmi bərzəxdə mənə bir şeylər görsətdi ki, gələm burada, rəsani millidən deyəm, ay mərdum, vallah hər nə mənə düzdür, vallah hər nə mənənin həqiqəti var. Və lo təra izvıqifu alə Rabbihim, buyurur, ya Resulallah, kaş olasan görəsən, bir iddələr Allah məhzərində şərməndə dayanıblar orada. Qalə əleysə haza bil haqq, Allah'ım talib gördünüz həqdir hər nə, sən deyirdin batildir, sən deyirdin nə qiyaməti, gördün var, gördün cəhənnəm var, gördün behiş var. Qalu bəla və Rabbina, Allah'ımız da düzdü dediklədir. Qalə fəzuqul əzabə bima kuntum təkfurun. Nida gələr bir yol, cəhənnəmin otun bunlara dadızdırın. Cəhənnəmin otun bunlara dadızdırın. Bunlarıdılar, Allah'ı danırdılar. Buyurun, neçə üçüncü yer ki, bətər görməlidir. Ya Resulallah, kaş olasan görəsən. Və lo tərə izid zalimunə fi qəməratil mevt. Ya Resulallah, can verməklərin görəsən bunların. Bunların nə cür canını alıram, nə cür bunlar can kənişliyinə düşüblər, necə ələyaq çalırlar. Və lo tərə izid zalimunə fi qəməratil mevt. Ya Resulallah, kaş olasan görəsən, necə can verirlər bunlar. Vəl mələikətü basitu əydihim, əxricu ənfusakum. Mələklər əllərini açıblar, deyirlər, verin Allah verən canı, tez olun. Allah verən canı qaytar gəlsin. Can verəndə zalimlər, mələklər deyir ki, ver görüm o canı ki Allah sənə vermişdi. Əl-yevmə tuczavne əzabəl hon, bima kuntum təqulunə ələllahi qayril haq. İndi bir yol dadacaqsan bugün cəhənnəmin otun burada. Ya Resulallah, nə görməlidir zalimin can verməyi, nə görməlidir zalimin ölümü. Və la tərə iz yətəvəffəl-ləzīnə kəfəru, nə görməlidir onlar kafərlərin can verməyi, müstəkbirlərin, bırnı yellilərin can verməkləri. Vəl mələikətü yəzrubunə vücuhəhum. İki tərəfdən mələklər bunu vururlar. Dünya mələkləri üzünə vururlar, o tərəfin mələkləri kürəyinə vururlar. Vururlar bunların üzlərinə, gözlərinə. Vəl mələikətü yəzrubunə vücuhəhum. Bunların üzün veriblər şapalağın ağzına. Bunların görməlidir, bunların can verməkləri. Bu dünyadan köşməkləri çox görməlidir ya Resulallah. Və lo tərə, kaş oleydin ya Resulallah, görəsən bu zalimləri nə cür bu dünyadan çıxadacaq eşiyə. Nə cür bunları kötə vıra aparacaq. Vəl mələkətü yəzrubunə vücuhəhum və ədbaram. Həm kürəklərinə döyürlər, həm üzlərinə. Niyə? Bu dünyanın mələkləri dövürlər, bunların kürəyinə çıxın eşiyə bu dünyadan. O dünyanınkiler vurur sifətlərinə, deyirlər, nə mənə gətirib sən özünlə. Sən bu dünyada nə kar eydin? Bu dünya nəməyə niyə getmişdin? Getmişdin fəqət mərdumun börkün götürəsən, getmişdin fəqət bırnı yellilik eləyəsən. Buyurur, bu dünyanı qanı ola bir şəzəndazı istəməyək. Neyinir? Vəxti biz vücuhat verməyəcək, vəxti biz oruç tutmayacaq, vəxti biz namaz qılmayacaq, vəxti Məkkiyə xəşləməyəcək, Kərbəliyə xəşləməyəcək, füqəraya xəşləməyəcək. Nə mənən istəyirsən? Şeytana xəşləyəsən, qiyamətdə xanə xərab eləyə və la təsəlun minha fovqəl kifa. Buyur, bir şəzəndazı Allahdan istəmilə, əndazın qədər, məsrəfin qədər. Gör, nə qədər məsrəfin var. Buyur, bir iddələr bu dünyada, büyütteler bu dünyada yallacaq Muhammed. Buyurub bu düttələr bu dünyada ədayı, insanhay, mürəffəhini bidərd. Yəni, bəzi adam istər deyə mənim heç qəmim yox. Dadaş, biqəm bu dünyada yoxdur. Əsən, biqəm tapanmasan. Bir nəfər qəmsiz olur. Məcə sən təhsən, göbələhsən, sən qəmin olmuyor. Sənin dədin var, nənün var, əmmə var, xala var, el var, tayfa var, həm şəhri var, həm kətdi var, həm no'u var. Sa'di rəhmətli deyər, ço ozvi bedər davərəd ruzigar, digər ozvahara nəmanət qərar.
Əgər vaqən sən bir camiədə yaşasın, görsün 5 nəfər acdı, yatanmır, gərək qeyrət olsa yatanmayaq gecəni. Nəinki oturasan Şahsıvoləndin içindən tərəfin, Sətil Aşqaldan filmin götürəsən, pəxş eləyəsən, aləmə görürsən, məmləkət nə hala qalıb. İttifaqən bildir, bilmədim, İntixabat Riyasət Cumhuri diye ki, keşver şəhrihay Şumaliyə gedirdim. Çıxanraniyə cəddə Çağlustan bizim yolumuz nə isti öldürürdü. Ağa caddəni düzəldirdilər, biz yedik trafikə. Nə trafik? Maşının dibindən məni disti vurub, libaslar əynimdə yap belə day o nəfəsləmin axırıdır, öldürürtər. Bir nəfər də qabağımızda şansı bolan, hətta 3-4 milyard puludur. Bu atıldı yerə, məsələn bir hava əvəzli ya da maşınlar hamısı durmuşdu, birdən gözü düşdü maşının içində məni gördü. Məni gördü, bir fırıldadı, bir fışıldadı, bir yelləndi öz-özünə, bir qayıtdı o yana, bir yana, başladı yavaş-yavaş gördüm da, ittisal elədi. Məmləkət o xarabkədən mızıldıya gəlir mənə tərəf. Dedi, hacan, çe xəbəri, çe vəzişi? Dedi, və də keç otu maşını döyüş eləmiyordu. Keç otu maşında kulerin qabağından düşsən, isti məni öldür ki, vururam ən gün sınar. Dedim, bizim kətdə durası, sənin əlvi ki, keçi verməzlər, deyərlər, birini axşam itirər, gətirər. Əyağının altında 4 milyard maşın, bırnın yellənib, gözü öhbət deyilsən da, dünyanı 50 seri böləli, şanı geç sarım da sənə çatmaz. Dedim, keç otu maşını döyüş eləm yoxdur. Elə sənin kiminlər ki, bir işə zəndazə Allah'ım veribdi day, əday insan hayi mütəməddini çıxadırlar, deyirlər və bu dünyada Allah bilə, fəqət yolluyub inşallah bunlar hamımızı məsrəf qünəndədirlər. O gün gedirdim şəhərlərin birine hava peymada, 3-4'ü mən elə çəp-çəp baxırdılar. Adam deyə bilməsəydi, deyərdi, hava peymanı bunlar ixtir eləyib. Ki, məsələn, mən niyə minmişəm da, elə məsələn, bunlar ixtir eləyib. Sən deməyəm, taimsan da ki, mən 5 nəfəri şahid yığan başıma bir Allah'tan cəm. Heç onu da başarmısan axı. Şəhid qanun şəhid verib, keyfin bu verib, mənə bırnın yelləndirir ki, insan hayu mürəffə, insan o insandır ki, vaqən dünyasından körpü vıra, pol vıra ahirətini abad eləyə. Buyurur, misli Adəm ay mürəffehini bidər, doğar rəftar eləmə camiədə. Fikr eləmə, sənin heç qəmin yoxdur. Mərdimə yalandan film oynama, qəmsiz adamımız yoxdur. Dünyanı sadə tut, dünyanı sadə tut, dünyanı nə qədər səxti tutsa ne belə qüssədəsən, ne belə əsabın xurtdur. Dünyanı sadə tut, səndən elə uçasıb bir yetişəcəksən qəbristana, sən ömrü bu sirvət uzandanmayacaq, elə görəcəksən sən sirvətin bir tərəfdən o qədər sən istərəsə saldı, sən o kasıbdan da tez öldün, fəqirdən də tez öldün. Çox adamı səhər çıxıb görüb maşının aparıblar, maşının 2 milyard pulu səhd eləyib qalıb yerdə. Amma kasıbın nə mənəsini aparacaqlar? Heç də adını aparmayacaqlar. O deyil, bir günlərin Bəhlul üzün dolandırdı Harun-ur Rəşidə. Dedi Harun-ur Rəşid, mən səndən xahiş eləyirəm, bu böyük qonaqlıq iki yola salıbsan. Ənva əqsam yeməlilər, içməlilər burada mövcuddur. Büyünün xilafətin verəsən mənə. Mən olam xəlifə bu gecə. Harun dedi, büyün sən xəlifəsən. Özü düşdü otdu yerə, Bəhlula dedi, çıx üstə. Bəhlul dedi, mən bu süzün sırfadan yeməyəcəyəm, mənə bir tikə pənir çörək gətirin. Bir tikə məmulu pənir çörək yedi otdu. Bunlar cəma ki, şamların yedilər, hər nədən dəstur verdi, xəlifədir da bir gün. Bir yekə ot yandırdılar, bir yekə vərəq ahənin atdı otun üstünə qızartdı. Dedin də herkes, nə yiyib burada çıxıb deyəcək. Özü əvvəl adam özü pənir çörək, ozdan düşdü yerə. Bunlar çıxdı, şabab, cücə, salat atdan da yandırır, hey dərca vurur. Dedi, bax, Harun nərəşi, qiyamətin də işləri bu cürdür. Ha, bu dünyanı sadə tut. Nə qədər piçidə tutsun, o tərəfdən də işin çətin olacaq. Həzrət Əmr buyurur, bu dünyanı sadə tut. Vəstəhinu biha, dünyanı sadə tut. Dünyada çox qüssə yemə. Ay, mən malım necə oldu, dünyam necə? Gör, ahirətin nə hala qalıb. Uşağı 2 gün işə getməyib, bunu qəm basıb, amma uşaq 5 gün dalbadal, orucun yemiş, bir seri dilinə gətirmir, bala, görün mərissən, üzrü şərin var, başıva nə bəla gəlib, sən Allahından küsübsən, dərd budur və Allah, işə gedər getməz, bitkə çörəkdi yiyəcək, insanın imanı, etiqadatı xətərə düşməyə, ki, mütəəssifanə hər nəyi, düyün vurmuşuq dünyaya. Dünyamız yaxçı olanda, Allaha da yaxçı bəndi, dünyamız biraz namizan olanda, Allaha da bəndəli eləmirik.
Tərəfdir, mallalan acığına yiyəcəyəm. Dadaş, sənin ürzön yoxdur tutmağa, mallarını da bəhanə edibsən. Bəyəm mallarını da oruç, mənim də hamısın get. Hamısı sənin. Get, ye, üstündən də bir livan su iç. Mənimdir. Səndə ürzə yoxdur oruç tutmağa, ürzə yoxdur arvadın başına çadır ötməyə. Deyirsən, bulanın acığına başını açacağım. Aş qoy baxsınla da, fisəbilillah, ehsandı veribsən, bax Allah. Mənə nə olacaq, sənkinə baxacaqlar da. Baba, ürzü istəyir, ürzə ki yoxdur, bəhanə axtarır. Ciyxa birinin boynuna ki, ha, niyə belə olubdur, mən niyə dalı qalmışam, mən niyə giriftarım, sən giriftar olmuş, səni əməllərin giriftar eləyib. Sən 2 gecə kefli gəlibsən bu evə görə sənə başva daş yağı idi. Nə sən Allah neymət vereydi. Sən 2 heştad öndə Allah Peyğəmbər söz yoxdur. Nə mən istəyirsən Allah'tan? Sən bu dinə nə eləyibsən? Allah'a nə eləyibsən? Allah səni yaratmışdı günaha. Allah səni yaratmışdı, məni yaratmışdı bəndəliyə. Vaxt mən bəndəliyə eləmirəm, intizarım olmasın ondan mənə rəzzaqiyyatan sinan olay. Başımdan tökə. Buyurur, bu dünyanı çox rahat tut. Vəstəinu bəha. Nə qəd başarırsan, dini çətin tut, dinivə həssas ol, dünyovu rahat tut. Dünyovu rahat tut. Görmüşük, behtərin maşın, heç fərqi yoxdur. O sahibi şirkəti Apple ölürdü, dünyadan gedirdi bimaristan təxtin üstündə. Baxdı özünə bir şimi dərman olub, baş tökülüb, qaş tökülüb, tüh tökülüb, hər nə deyib bir-birinə. Baxdı öz-özünə dedi, bir gün vardı, mənim zindəcanlığım əfsanə idi mərdümə. Cendən baxan deyirdi, bəh, şirkəti Apple'in sahabıdır. Amma mən bu bimaristan təxtin üstündə baxdım, gördüm, bu saatın hər neçə milyardı qiymət ola, bu fəqət bunun vəzifəsi vaxtı mənə görsədi. Ayrı bir işi yoxdur. Yalandan mən bundan poz verirdim. Mənim maşınımın vəzifəsi məni bu İmamzadiyə cəkətməkdir. Ayrı bir xas işi yoxdur. Məndən bir ayrı xassi hərəkət eləməyəcək. Barha, mən 4 il dalbadal pıraid mindim. Haca xətərlidir. Dedim, dadaş, bu məmləkətdə Allah istəyib birini nabud eləyə. Televizyonda şəbəkəyi pəncidə görsətdi, BMW 180 sürətdə tərəfi vurdu, gedib 2 xiyavan o yandan cənazəni tapdılar. Qərar ola öldürə, behtərin maşında adam öldürəcək. Gər necəhdar mənanəs ki, mən midanəm, şişə ra dər bəğəli səng necəh midarət. Bəli, Allaha ki, vaqən etiqadın olsa, sən elə hər yerdə saxlar. Elə yerlərdən qutarıb, gəlib, baxıb, hamı təəccüb eləyiblər. Vəstəinu bəha, bu dünyanı çox rahat tut, sadə tut. Bu dünyanı vətən qərar vermə. Bax, sən bura vətənindəyik, sən vətənin o tərəfdir. Mənim vətənim o tərəfdir. Xoş bu şəhidlərin halına, xoş bu şühədanın halına, qibtəyyək gecəncünüz bunların əhvalinə. Allah bunlara rəhmət eləsin, bunlar yolu görsədib bizə çıraq verirlər, əlamət verirlər, tablo görsədirlər ki, ay Turabi, saadətin qapısı bu yandandır. Mən deyirəm və saadətin qapısı bu dünyada qalmaqdır, vətən qərar verirəm. Və la tuvəttinuha, buyurur bu dünyanı vətən qərar vermə özbə, sən bu dünyada pabərca dəysən, səndən qabaqçı gərdən kuluflar gedib. Buyurur, bu dünyanı çətinliklərlə istiqbal elə. Müşküllərlə bir gedə təb eləysən, şükr elə Allaha, şükr elə Allaha. Bəzi məvaqı Allah'ım tal insanı yaddan çıxadar, insana bəla gəlməz, bəla bu nişaniyədə Allah səni yaddan çıxatmayıb. Həzrəti Yəqubu gör necə bəlalərə saldı. Həzrət Seyyid-i Şəhədanı necə bəlalərə saldı. Allah söydüyü bəndələr qəşəhd imtihan edib. Sövmədiklərinə heç asıb da vurmaz. O bir nəfər çox arzu elərdi. Ay Allah, şaş Peyğəmbər gələydi bizə. Bir gün Peyğəmbərlə naxasta girdi bulanın önə. Nə mənə durdu, Şama gəlmişəm sizə. Peyğəmbər əyləşib, toğuq yumurtadı duvarın üstündə, dığırrandı, göydən düşdü yerə. 2 metr, 3 metr duvardan. Yumurta sınmadı. Peyğəmbər xuda təəccüblə var yumurtaya, irtifiya, sınmadı. Sahab dedi, ya Resulallah, nicaran olmayıb, bizim öydə həsən pis ittifaq düşməz. Peyğəmbər durdu, çıxdı, getdi. Burada sən Allahın yadından çıxıbsan. Necə sən əcə pis ittifaq düşməyəcəksən? Təb eləyəsən, səlamətçülüyün qədrini biləsən. Gərək səni hərdən qıçın burxulab, qıçın çıxa, biləsən ki, xəlqin həqqini aparıb verərsən. Allah'ım tal çətin imtihanlarda bəzi məvaqi görürsən, bəzi məvaqi ki libas sitlənər, onu salarla maşın libası uya sıxarla,
onu sirkin çıxadarlar. Amma bəzi vaxt fərşin istərlər tozun çıxadarlar, salarlar dəyənəyin altına, vurarlar eni boyun basar ta o toz onun canından çıxar. Allah'ım tal buyurur toz o qədər qalmasın canında, o tərəfdə vuraq enin boyu bassın ha. Özün səy elə yükü, baruvi, səbuk elə bu dünyada. Buyurur bu dünyanın çətinliklərindən istiqbal elə və əzirru bənfusikum fiha. Buyurur bu dünyanın istiqbal elə. Özü çətinliyə sal hərdən. Neynər adam öz nəfsin hərdən bir, neynər bir gecə o başdan zorur. Nə olar? Aza nə olar? Heç də durmaz. Biraz izafə vəznimiz var orada ərigər. İnsanla çətin ola. Nə qədər əməl çətin ola, elə də savabı çox tərdir. Buyurur təcəmmülatdan uzaq ol. Əlan bir belə qız oğlan tökülüb xiyavanlara, ha, fəsad əyaq götürüb yerir. Bay, belə xiyavan üzü baxırsan, maşallah fəsad minib fəsadın böyrünə. Bir-birinə həmd-i sur örgədirlər ağaçların dibində. Vələzzallin. Onlar duayı coğuşan oxuyurlar, ha, bahəm, bülbül kimin baş-başa veriblər. Onların günahları o xanavadələrdədir ki, zır-zıngırovun o qədər ağır elədir izdivacın, tərəf gördü baba, ərzişi sərmayə quzarlısı yoxdur. Gedəsə hər zindəcanlığı bəhəm yiyə. Deyir, müftümətcanı sələvatı qoyub ixtiyarımda neymətdəmə, başım ağrı gedəm, həzinə özümə götürəm. Deyir, bunlar hamısı bizim özümüzə qədir. Dünyanın təcəmmülatını o qədər uca tutdu. O qədər təşkilatda ötü, yalandan, bica yerə. Ələn məsələn, nə olar bir də, məsələn, araşqaha ərus getməsə, baba səni biri bəyənib alıb da, o gün bəyənmə, bəzənməsə öl, sən aparmayacaq. Vallahi aparacaq. Amma 5 milyon, 10 milyon, 20 milyon aparacaqsan, bir xod tökəcəksən ora, əlavə bəri ki, naməhrəm baxacaq heç, üzündə də 1 kilo ataşqal var, bir dənə dəstəmaz da ala bilməyəcəksən. Ondan sonra deyir, bilmirəm, mənim nəzərlədilər bizim toyu nəzər. Sən toyumu nəzərləyənin Allah övün yıxsın, sən özün özü övü yıxıbsan. Səni bir nəfər bəyənmişdirsən, 200 nəfər özünü görsətdin. 200 nəfərə başı başdın, 200 nəfərin qabağında manor verdin. Sən cəm içində gəldin, nərumadənin içində oynadın. Heç bir nəfərin qeyrəti qıdıqlanmadı deyə, baba bu namusunu ya bu cəmin içində oynadı. Bir gecədir da, elə adamın öyle bir gecədə yıxılar da. Bir gecədə elə 50 il nəfəs çəkərsən, 2 dəqiqə nəfəs gedib gəlməz, ölərsən. Ha, 2 dəqiqə idi da. Çox və də insan elə biləhzə ilə görərsən sərnivişdi çöndü. Təcəmmülat, ansinani, İranın öz qalaların bəyənməyən, dədəsi öndə bir dənə sınıq məsələn qaz var. Məsələn bu gərək ferdar ola, gərək saybay sad ola, nemüdünən filan ola. Ama sənin sərcəm özü tikəliyib satala, 10 tümənli adamlığın yoxdur, belə zır-zıngırov bağlayıbsan özbək 2 aydan sonra gətirib verəcəksən simsariya da neyin sən İranısını al, sənin ki gedib dayanmağa, hövsələn yoxdur, hər sözünə baxmağa, hövsələn yoxdur, zindəcanlıq eləməyə, ehtiram başarmısan deyir, İranısını al, qeytərində də qoy çox zərəl eləmə da, təcəmmülatdan deyir, nə qəd başarısız bu dünyada, fasilatun və iyyakum və tənəum, çox bu dünyanın rixtopaşları, adamı bədamuz elər, ha, adamı bədamuz elər, can qurban olsun Mevlamız, ağamız Əli ibn Əbi Talib ağıya, aləmlərin canı qurban, faludə gətdilər, İrana bir seri gəlib, ağamız İrana bir seri gəlib, pol zəhabdan varid oldu İrana, töküldülər dalına, şuar verdilər, xoşamət quyu elədilər, burada nə gəyrisiz? Dedilər, ha, səndən istiqbal olub da, ha, burada heç vaxt, bu əməli üzünən özünüzü zəlil, rakibi məğrur eləməyin. Herkesin məndən işi var, gəydin, çıxın gedin, akşam gəlin məsciddə mən xidmət üzü deyəm. Nə müşkülüz var, mən varam da. Faludə gətdilər. Aya faludə gətdilər. Yayıdı. Əlim barmağım vurdu dilinə, burada həlaldı, çox şirindi. Buyur da həlaldı, buyurdu, yox, süzə həlaldı. Əli nəfsin pis örgətməz. Əli nəfsini öz başına boşlamaz, gələn zadı yiyə, gələn zada baxa. Səhər da mən bunu kontrol eləyənmərəm. Bu nəfsi da özün saxlayanmaz. Bu nəfs özün saxlayanmaz. Əli ibn Əbi Talib istəyir, qarnına daş bağlaya, Zübeyrlə Təlhə gəldilər, gördülər qarnına daş bağlayıb, dedilər, yox da biz heç vaxt bundan müsabiqə verənməyir. Bu öz qarnına rəhm eləmir. Nə cür bizə gətirib velxəşli eləyəcək? Bu dünyada bu dünyanı sadə tut, dünyanı körp elə, keç o tərəfə,
görməli yerlərdir ki, inşallah gələn cələsələrdə Peyğəmbər Xuda buyurdu, ya Rəsulallah, kaş olaydın, neçə yerdə, neçə quruhu görəydin nə hala salıram onları, onda biləydin ölüm arzusu eləyirlər, işte ölümdən durda xəbər yoxdur. Xob, elhamdülillah vəl-minnə, bugün də tevfik oldu, dərd-cəvar İmamzadə vacib-ı təzim Həzrəti İmamzadə Tahir əleyhisselam, yeki az İmamzadəhan şaxisi keşverimiz, Həzrəti Ay Zamani ərz-i huzur toliyyət bu məkan-ı müqəddəs, Həzrəti Ay Talibi əziz müdiriyyət-i mühtərəm heyətimiz ki, elhamdülillah ki, cəcünüz qaçırla tabi heyət bərqərar ola, cəmaat, mərdum gələr, istifadə eləyərlər. Lillahəm bunlara heç zadı yoxdur, deyələr bunlara aybaşı, hüquq tökürlər, ciblərindən də bir şey verirlər. Pəs bunlara bir xas bir zadı yoxdur. Çəş. İnşallah məhzəri məddah ba səfai əhl-i beyt Həzrəti Ustad Acai Rəhimi əziz Hacı Tahir ağa o məddahlardandır ki, əl-haqq vəl-insaf Allah bunun səsinə bir vicə duz qatıb, vicə inayət eləyib və Allah bunun qəlbini o qədər roşən eləyib, bavücudun gözü roşən dildi, vaqən nur yağıb bunun qəlbinə ki, kəlamları çox nafiz, əsərguzar, rozələri də fövqüladə ali, inşallah bu günlərim gedəcək ağamız Həzrət Əbəlfəzanın qapısına Babəl Həvaic Qəmər Münir Bəni Haşim ki, hər yerdə əmlənin adı gələ xud İmam Zaman huzur tapar. Ağa Bəqiyyətillah özü huzur taparlar və bizi də dua elərlər. O ravi deyir, yuxuda gördüm. İmam Zaman ağa ərizələrə baxır, qoyur kənara imzalayır. Bir iddə ərizəyi ki, yazıblar məhzəri sahibə zaman ağa öləri öpür qoyur gözünün üstünə. Sual elədim, yəbnə Rəsulullah, bir iddələrin öpüsən bunların. Buyurdu, axı bunlar əmimə Bəlfəzə ərizə yazıblar. Mən əmimə xas ehtiram qailəm. Ya Babəl Həvaic, dünyasından elə keçdi. Dünyasından elə keçdi. 3 gün su içməyib, təbiyyətən bu adam susuzdu, ciyarı yağır. Amma baxır suva, deyir, ya Əbu Abdillah, səndən qabağa keçmərəm. Ya Əbu Abdillah, səndən qabağa keçmərəm. Ay, nəfsim xəcalət çək. Qolum vurdular, saldılar. Əvvəl sağ qolu getdi. Şuara bax, vallah in qətə'tumu yəmin. Andol Allah'a rast əlim bədənimdən düşdü. Enni uhami əbədən əndin. Mən himayət vilayətdən əl çəkməyəcəyəm. Nənəmini belə bara gətirmişdi. Nənəmini bu cür tərbiyyət eləmişdi. Nənə bu cür tərbiyyət vermişdi ki, gərək oğul belə olaydı. Nənə ki, vaxtı karvanı yola salanda qolun saldı, Əbi Abdillahın üzündən öpdü. Xanım Zeynəbin üzündən öpdü. Qəmər Münir Bəni Haşim gəldi, nənə müqabilinə tan nənədən ayrıla. Buyurdu Əbəlfəz, Zeynəb kəcavədən baxır, bunların nənələri yoxdur. Sənə inşallah qəydəndə üzündən öpərəm. Gələrdi, yapışardı Həzrət Əbəlfəzanın balaca oğlunun əlindən, durardı yol ağzında. Hər karvan rədd olanda deyərdi, Hüseynin karvanından mənə bir xəbəriniz var. Hüseynin karvanından mənə bir xəbəriniz var. Elə nigeranıdır xanım. Bir günlərin Bəşir varid oldu Mədiniyə. Ya əhləl Mədinə la muqamə ləkum qutiləl Hüseyn ətşana. Əhli Mədinə, nə oturubsuz evlərinizdə? Çıxın şəhərdən çölə, Hüseynin karvanı gəlir. Amma Bəşir deyir, gördüm Allah, bir uca boy nənədir. Hamı bir-birinə baxır, çəkilir dala. Deyirlər, yol verin. Əbəlfəz nənəsi Ümmül Bənin gəlir. Xanım gəldi, öz-özümə dedim, ay Allah, mən nə cür deyəcəyəm bunun oğlanlarının ölümün. Amma xanım mənə yetirəcəyim bir kələmə buyurdu. Ya Bəşir, həl xəbərum min Əbi Abdillahil Hüseyin. Bəşir, Hüseyndən bir xəbərim var mənə deyəsən. Bir bəbir oğlanlarının ölüm xəbərim verdim, ta yetirdim Əbəlfəzaya. Ta xəbəri şəhadət-i Qəmər Bəni Haşimi dedim. Əlin qoydu ürəyinə dedi, ay Bəşir, sənin bu xəbərin ürəyimin
ürəyimin damarların qırdı. Amma de görüm Hüseyin səlamətdir. Dedim xanım Hüseynin bədənini axtarsan qalıb Kərbəla çölündə. Əgər Hüseynin başından xəbər alsan məclisi gəziydi də. Gördüm yapışdı balanın əlindən ayrıldı. Əkbər ölüb oğlum ilə fəzli neynirəm. Dünyada mən Hüseynsiz əbəl fəzli neynirəm.